Həm yerlimiz Pərviz Almatıda köməyə qaçdı, 2 erməninin çənəsini sındırdı. Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə Rostov Azərbaycanın səhifəsində məlumat yayılıb. Lənkəranlı Pərviz Aydınoğlu Dədəcanov küçədə gedərkən 2 nəfərin yanında 2 övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan Dədəcanov sözü gedən şəxslərlə dava edib. Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili tibbi yardım briqadası cəlb edilib. Məlum olub ki, hücum edən 2 nəfər erməni əsillidir. Onlar özlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dədəcanovu isə polis saxlayıb, hadisə araşdırıldıqdan sonra və Lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi məlum olduqdan sonra azadlığa buraxılıb. Onu da qeyd edək ki, hadisə 10 gün bundan əvvəl baş verib.